Salam uşaqlar. Bugünkü dərsimiz tənəffüs sistemi bölməsindən kim daha çox qaçar mövzusunun izahı ilə bağlıdır. Deməli, bu mövzuda havanın tərkibi, udduğumuz havanın tərkibi, ağciyərlərin həyat tutumu ilə bağlı bir çox və məqamlara toxunasıyıq. Deməli, birinci baxaq görək. İnsan uşaqlar sakit halda aldığı nəfəsin miqdarı nə qədərdir? Bizim sakit halda aldığımız havanın miqdarı 500 kub santimetrə bərabərdir. Və bu aldığımız 500 kub santimetr havanı biz necə hava adlandırırıq? Aldığımız bu 500 kub santimetr havanı biz adlandırırıq dəyişən hava və yaxud tənəffüs havası. Deməli, insan sakit halda nə qədər hava uddu? İnsan sakit halda 500 kub santimetr hava qəbul edir ki, bu udduğu 500 kub santimetr hava dəyişən hava adlanır və udduğu 500 kub santimetr havanın 21% oksigen qazı, 0,3% karbon qazı, 78,3% azot qazı, 1% isə təsirsiz qazlardır. Bəs kub santimetrlə miqdarını necə tapırıq uşaqlar? Kub santimetrlə miqdarını tapdıqda, burada 21% verib. 500-ün 21%-ni necə taparıq? 500-ün 21%-ni tapmaq üçün biz 500-ü bölürük 100-ə, vururuq 21-ə. Neçə eləyir bu? Bu eləyir 105 kub santimetr. Deməli, santimetr kuba keçirəndə sadəcə, məsələn, baxın, burada mən karbon qazı 0,3% verib. Onda mən burada 21-in yerinə neçə yazmalıyam tapmaq üçün? 21-in yerinə neçə yazasıyam? 21-in yerinə yazasıyam 0,3%. Yenə də görürsünüz, ixtisar gedəndə burada 5 qalır. Yenə 0,3-ü neçəyə vurmuş oluram? 5-ə vurmuş oluram. Yenə də eləyir nə qədər? 0,15 kub santimetr. Deməli, kub santimetrlə yazsam 105 kub santimetr oksigen qazı, 0,15 santimetr kub karbon qazı, 390,15 santimetr kub azot qazı, 1% isə təsirsiz qazlar, o da biri də 5-ə vuranda 5 santimetr kub etmiş olur. Niyə 5-ə vurdum? Aydın oldu sizə. Yəni, burada ixtisar getdikdə bu tərəfdə 5 qalır. Yəni, burada mən istədiyim qazın miqdarını yaza bilərəm. Və xaric etdiyim havada bu qazların miqdarı necədir? Xaric olunan havada 16% karbon oksigen qazı, 16%, 16-nı 5-ə vuranda 80 kub santimetr eləyir. 80 kub santimetr oksigen qazı, 4-ü 5-ə vuranda 20 kub santimetr karbon qazı, 78,7%, yəni 390,35% azot qazı, 5 santimetr kub isə təsirsiz qazlardır. Baxın, burada görüntü kimi bizim bədənimizə, alveollarımıza daxil olan oksigen qazı 105 kub santimetrdir, xaric olan 80 kub santimetrdir. Burada 105-dən 80-ı çıxmaqla tapıram 25 santimetr kub toxumalara və yaxud ağciyər kapilyarlarına keçən oksigenin miqdarıdır. Deməli, ya toxumalara ya da kapilyarlara keçən ağciyər alveollarından kapilyarlara keçən oksigenin miqdarını hesablamaq üçün qəbul etdiyimiz oksigenin miqdarına, bədəndən xaric olan oksigenin miqdarını tapmaqla biz tapmış oluruq. Və yaxud da baxın, faizlə 21% oksigen qəbul olunurdu. 21%-dən çıxıram 16%. 16%, baxın, bu 16%, bu da 21%. 21%, 16%. Cavab eləyir 5%. Mən də bayaq dedim ki, burada verilən faizi 5'ə vurmaqla kub santimetrin miqdarını tapmış oluruq. Bu da oldu 5 kub santimetr. Bura qədər məncə aydın oldu. Yəni, biz daxil olan və xaric olunan havanın miqdarını həm faizlə, həm də kub santimetrlə miqdarını necə tapmış oluruq. Sonra onu da vurğulayım uşaqlar. İnsanın, gördünüz ki, azot qazının miqdarı qəbul olunan havada, xaric olunan hava ilə miqdarı da dəyişir. Və necə dəyişir? Baxın, həm su buxarının miqdarı, həm də azot qazının miqdarı zaman keçdikcə artmağa doğru gedir. Yəni, asılığı bu qrafiklə ifadə eləyə bilərik. Sonra uşaqlar, insan dərindən nəfəs aldıqda, baxın, insan dərindən nəfəs aldıqda ağciyərlərinə 500 santimetr kub hava ilə bir yerdə, yəni dəyişən hava ilə birlikdə 1500 kub santimetr hava da qəbul edir ki, bu havanı biz adlandırırıq əlavə hava.
Bu olur bizim dərindən nəfəs alma prosesimizdə qəbul etdiyimiz havanın miqdarı 2000 kub santimetr. Dərindən nəfəs verdikdə 500 kub santimetr dəyişən hava ilə birlikdə 1500 kub santimetr hava xaric edirik ki, baxın bu daxil olur, bu xaric olunur. 1500 kub santimetr hava xaric olunur ki, bu hava adlanır, bu hava ehtiyat havadır. Amma dərindən nəfəs verdikdə biz 2000 kub santimetr hava xaric etmiş oluruq. Və bu üç havanın miqdarı, yəni tənəffüs havası plus əlavə hava plus ehtiyat hava adlanır ağciyərin həyat tutumu. Deməli, ağciyərin həyat tutumu nəyə deyilir? Əlavə hava, tənəffüs havası, biraz böyük yazım. Deməli, ağciyərin həyat tutumu bərabərdir. Deməli, dəyişən hava plus əlavə hava plus ehtiyat hava. Bunlar üçü bir yerdə ağciyərin həyat tutumu adlanır və topladıqda 3500 santimetr kuba bərabərdir. Baxın, bunu bu şəkildə də göstərək. Baxın, uşaqlar, bu şəkildə deməli, insan deyir ki, sakit halda nəfəs aldıqda 500 kub santimetr hava udur. Buna tənəffüs havası deyilir. 1500 kub santimetr hava udur ki, buna əlavə hava deyilir. Dərindən nəfəs verdikdə 500 kub santimetr hava ilə birlikdə 1500 kub santimetrdə hava xaric eləyir ki, buna ehtiyat hava deyilir. Və nə qədər xaric olunsa da hava, həmişə ağciyərimizdə hava qalır ki, buna da biz qalıq hava demiş oluruq. Baxın, şəkildə də sakit nəfəs alma, sakit nəfəs vermə. Baxın, 500, sakit nəfəs alma 500 və daha dərindən nəfəs verdikdə isə, baxın, görürsünüz, hava qalır ki, buna da qalıq hava deyilmiş olurdu. Sonra uşaqlar, gəldik, ağciyərin həyat tutumu nə ilə ölçülür? Ağciyərin həyat tutumu spirometr adlanan cihazla ölçülür və ağciyərin həyat tutumunu biz özümüz dəyişə bilərik. Necə? İdmanla məşğul olan insanlarda ağciyərin həyat tutumu qabırğaarası əzəllər daha yaxşı inkişaf etdiyinə görə daha yaxşı, güclü inkişaf etmiş olurdu. Bəzi məsələlərin izahını uşaqlar sizinlə paylaşım. Belə bir məsələ ola bilər ki, məsələn, belə bir məsələ ola bilər. İnsan 32 tənəffüs hərəkət etmişdir. 32 tənəffüs hərəkəti etmişdir. 32 tənəffüs hərəkəti etdiyi müddətdə bu insanın ağciyər kapillyarlarına nə qədər oksigen qazı keçib. Baxın, bunu necə hesablayırıq uşaqlar? Axı, bayaq dedik, bir tənəffüs hərəkətində ağciyər kapillyarlarına keçən oksigenin miqdarı 25 santimetr kuba bərabərdir. Bəs 32 tənəffüs hərəkətində ağciyər kapillyarlarına nə qədər oksigen gedir və ya toxumalara? Yəni, burada tapdığımız cavab, yəni 32 vur 25 ağciyər kapillyarlarına və ya toxumalara keçən oksigenin miqdarıdır. Və yaxud bizə deyir ki, 6000 kub santimetr ikinci məsələ. 6000 kub santimetr havanın neçə faizini qəbul etdiyimiz oksigenə bərabərdir. Axı, biz bildik ki, insan sakit halda nəfəs aldıqda onun udduğu havanın cəmi 21 faizi oksigendir. İndi nə qara bilərəm uşaqlar? Yaza bilərəm 6000-im əgər, yəni bütöv havam 100%-ə bərabərdirsə, bəs 21% neçə kub santimetrdir? Buradan da tapa bilərəm. İxtisar gedir. Düzdür, ixtisar getdi. 60-ı da vururam 21-ə. 6, 12. 126, 1260. Və 1260 kub santimetr
Hansı qazdır? Oksigen qazdır. Litrə çevirsəm uşaqlar 1 litrimiz 1000 santimetr kubdur. Onu da böləndə qalır 1,26 santimetr, üzr istəyirəm, litr. Bu da oldu bu məsələnin izahı. Test toplusunda 2025 test toplusunda olan məsələlərin izahını sizinlə paylaşasıyam. Videonu bəyənməyi unutmayaq.